Salam, hər vaxtınız xeyir olsun. Sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. İkinci Dünya Müharibəsi dövrü Almaniya və Yaponiya. Deməli, burada sertifikasiya suallarından biridir. Yadınıza salaq ki, yəni burada Çexoslovakiya 1939-cu ildə Almaniya tərəfindən işğal olunub. Rusiya İttifaqı 1940-cı ildə yaradılıb. Millətlər Cəmiyyətindən Almaniya çıxıb 1933. Deməli, 1933-cü ildə çıxdığına görə C variantı yanlış olar. Biz burada C-ni aradan götürəcəyik. Digər Yaponiya ilə bağlı hava idarələrinin ABŞ-ın hərbi bazalarına zərbə indirməsi, bəli. Bunu götürə bilərik 1941-ci ildə. Bütün Avstriyanı işğal etməyib, yəni B yanlışdır. Yunanistanın işğalında iştirak etməyib, yanlışdır. Yəni 1-də C, 2-də BC olan variantları aradan götürməliyik. Yəni 2-də C və yaxud B olan variantları biz aradan sıradan çıxarsaq, burada sualın doğru cavabı 1-də B, 2-də isə A variantı qalacaq. Deməli, sualın doğru cavabı B variantında göstərilib. Digər bir sualda qeyd edilir ki, Azərbaycan SSR-də İmam Mustafayevin hakimiyyət dövrünə aiddir. Milli Azərbaycan qərargahının yaradılması bu, deməli, aid olacaq Vəli Axundovun dövrünə, bunu götürmürük. Konstitusiyanın Azərbaycan dilinin dövlət dili kimi elan olması, Konstitusiya Azərbaycan dilinin dövlət dili olmasını götürürük və bu 1956-cı ilə baş verir. İmam Mustafayevin dövrünə düşür. İcbari 10 ili 1966-da götürməliyik. Elmlər Akademiyası 1945-ci ilin martda Mir Cəfər Bağırovun dövründədir. Bahar bayramı isə Şıxəli Qurbanovun dövründədir deməli. Biz burada bir variantı doğru cavab olacaq.